Yasamalda 2 dənə 2 otaqlı mənzil ailə olmaq şərti ilə uzun müddətli kirayə verilir. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takib etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili, tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda, Yeni Yasamal qəsəbəsində, Əsəd Əhmədov küçəsinin sonunda 77 nömrəli avtobus xəttinin sonuncu dayanacağına yaxın 9 mərtəbəli Leningrad layihəli binanın ikisi də birinci mərtəbəsində yerləşir. Hər birisi 2 otaqlı olmaqla tam təmirli və tam əşyalı olmaq şərti ilə ailə olmaqla uzun müddətli kirayə verilir. Binanın qazı, suyu, işığı daimidir. Yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bir neçə avtobus xəttinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz gəlib çəkiliş edib, özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir, daha doğrusu mənzillər yerləşir Yeni Yasamalda, Əsəd Əhmədov küçəsinin sonunda 77 nömrəli avtobus xəttinin sonuncu dayanacağına yaxın 9 mərtəbəli Leningrad layihəli binanın birinci mərtəbəsində. Ümumi sahəsi 55 kvadrat olan hər birisi qanuni 2 otaqlı, tam təmirli və tam əşyalı mənzildir. Ailə olmaq şərti ilə uzun müddətli kirayə verilir. Bu mənzillərin aylıq kirayə haqqı 450 manatdır. Mənzillər ayın 13-ü və 15-i boşalacaq. Bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 1435 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik.